Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Məni soruşursunuz. Şükür mən də yaxşıyam. Bugün mənim ad günümdür və təmizlik eləyirdim. Elə hazırlıq görürdüm. Yoldaşım zəng elədi ki, hazırlaş gəlirəm gedək. Hə, sağ olsun, mənə Yasemin alıb gətirmişdi. Və biz bazara getdik. Dedim elə həm marketə gedərik, həm də bazara gedərik. Alça aldım, çiyələk aldım süfrəyə qoymağa. Bir də Megastorda belə şirniyyatlar olur. Mən 1 manat olur. Həmişə endirimdə olur da 99 qəpik. Hə, bir də silikon aldım ki, oranı güzgüsünü yapıştırmaq için, amma yanlış qərar vermişəm. Çünki yapışdırdım, sonra qopdu və demək qızar qopdu. Çaynikimin üzərinə düşdü. Həm özü qırıldı, pul oldu, həm də çaynikim qırıldı. Belə çaynikin qırılmağını bərpa eləmək olar. Prosta bu şüşə çətindir də, biraz inşallah tapıb bərpa eləyə bilərəm yenidən. İndi mən oranın ölçüsünü götürüb o şüşədən görüm hələ tapa biləcəm. Sonra özüm üçün belə səhər yeməyi hazırladım və qonaqlarım gələcəkdi deyənə börək hazırladım, belə bilinciklər falan, ləvəngi hazırladım, yanına kartof qızartdım. Çünki nənəm düyü yeyə bilmir, yaşlıdır, ödündə problem var. Bunlar mənim hədiyyələrimdir qızlar. Hədiyyələrim çox pul vermişlər ki, özünün ürəyinə istəyir, onu da al. Amma mən heç, yəni əsas odur ki, mənim sahiblər gəlib, mənə dəyər veriblər. Hədiyyə mənim üçün o qədər də önəm daşımır, məni tanıyanlar bilir. Sadəcə məqsəd bir yerə yığılmaqdır. Mən həmişə də deyirəm ki, mən ad günü eləmirəm, çünki artıq 30 yaşım oldu, yəni artıq uşaq deyiləm də, amma yenə də insan hədiyyəni yox, yəni qapıya gələn insanların dəyəridir, dəyər verirlər ki, gəlirlər. Demək, ikinci gündən hər kəsə salam qızlar. Dünən yığışdırdıqlarımı yığışdırdım. Bəzi qabları yığmışdım, bəziləri də qalmışdı. Çünki dünən həm hazırlıq yemək düş, bazara get, yoldaşımdan qayıt, sonra qonaq qarşıla, yorulmuşdum. Dedim elə onsuz bütün gün evdəyəm, səhər işlərimi həll eləyərəm. Elə qablarım var idi maşallah, yudum hamısını yığışdırdım. Ad günlərini sevirəm ki, bir gün bütün yemeği pişirirsən, 2-3 gün yeyirsən. Belə gəldim buralarda yığışdırmağa. Mən də yorulmuşdum. Qaç. Hədiyyələrim də bunlarda. Belə güllərim falan. Belə. Təmizlik elədiyimə görə yemək pişirmədim. Sonra yoldaşım da deyib yox. Yoldaşım McDonald's'a alışdırmışam deyənə çox xoşu gəlir. Elə biraz fürsət düşən kimi, ya tez gələn kimi deyir ki, McDonald's'a gedək. Yaxşı, mən də əlimə girələ düşür ki, yeməyi pişirmirəm. Demək qızlar, biz Megastordan çıxdıq. Estağfurullah. McDonald's'dan çıxandan sonra getdik marketə. Soğan mağazasına girdik. Mən pişirlərim üçün qom aldım. Və onların ağızları dəyişsin deyə onlara bir-iki dənə belə şey aldım. Pişirmimi üçün qolbaq aldım. O da söktü koydu yerə. Heç taxmadı da. Belə. 2000 years later. Demək, ikinci qızdan hər kəsə salam qızlar. Bugün atam zəngiləmişdi ki, mamaya yemək hazırlatdırıram. Gəl ad gününü bir yerdə qeyd eləyək. Ad günündən bir gün keçmişdi. Çünki mənim qonaqlarım falan var idi deyənə gedə bilməmişdim. Pərdələrimi yumuşdum qızlar, taxdım. Məlfə çıxolumu dəyişdim, otağı sildim, təmizlədim, qapını örtdüm. İndi koridoru da tostoranlayım, sileyim. Pişimlərimin qapısını falan təmizlədim, quruladım. İndi kum tökəcəm. Sonra hamamı yuyub cam. Yəni iş çoxdur, amma axşama qədər bitirməliyəm ki, rahat gedə bileyim, evi təmiz qoyum. Burada tualeti qəşəng təmizlədim, yudum. Ev təmiz olanda insan da özünü gümrah hiss eləyir, rahat hiss eləyir. Bu koridoru artıq təmizləmişəm, silmişəm. Bir dənə kuxlanı da tostoranlayım, sileyim. Tamamı da sərgiyə saldım, sonra getdik marketə. Marketdən nələr aldım, onları sizlərlə bölüşürəm. Əslində videonu səsli çəkmişdim qızlar. Prosta poşetlərin, klokların səsindən heç demək olar ki, səsim gəl özümə mikrofon alım. Bir marketdə görmüşəm. İnşallah onu zakaz verəcəm, alacağım. Demək marketdən aldıq qızlar. Belə bir baxın. Sonra düz özüm pişirirəm, amma
arada adamın ürəyi satın alınmaq istəyir də. Piraşka ilə kitab almışdım. Megastorun qarın kitabı çox qəşəng olur, qoxusuz olur da. Qəşəng olur. Belə bir Amerikan sosu almışam. Çox qəşəngdir də. Amerikanski xardal sos almışam. Sonra belə bir koroleva salat almışam. Mənə çox xoşum gəlir. Belə bir min bərəkət Hala Nemətin sosikalarıdır. Holland pendiridir. Sonra çəkilmiş ət aldım. Bir də yamacan sosislərini aldım, amma yoldaşım bəyənmədi, xoşlamadı. Belə bir İran qaymağı, bir dənə böyük toyuq. Mən arada ləvəngini test eləyirəm deyənə. Yəni qızlar, aldıqlarımı yerləşdirib birbaşa hazırlaşdım və atamgilə yollandıq. Mamam sağ olsun süfrəni balkona düzəldib bu şey yavaş-yavaş hazırlayırdılar. Mənzərənin gözəlliyi. Bugün də bu qədər qızlar. Sağ olun, sağlıqla qalın. Hələlik.